Bugün yani geçtiğimiz gün pazar günü Azerbaycan'ın ulusal lideri Haydar Aliyev'in doğumunun 103. yıl dönümüydü. Cumhurbaşkanı İlham Aliyev Zengilan'da konuştu ve Aliyev geçmişten günümüze Azerbaycan'ın uluslararası arenadaki konumunun nasıl giderek daha da güçlendiğini anlattı. İzleyelim. Ulu Önder Heydər Əliyevin en büyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunmasıydı. Biz onun davamçıları, onun vəsiyyətini yerinə yetirdik və bugün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, Çağdaş Azerbaycan'ın mimarı Haydar Aliyev'in doğumunun 103. yıl dönümünde konuştu. Aliyev, 2. Karabağ zaferiyle işgalden kurtarılan Zengilan'da şehrin ilk konut kompleksine taşınan ailelerle bir araya geldi. Aliyev, Milli Lider Haydar Aliyev'in Azerbaycan için üstlendiği kritik rolün önemine bir kez daha dikkat çekti. Onun faaliyetleri sayesinde Azerbaycan zor zamanlarda bağımsızlığını koruyabildi dedi. Onun fəaliyyəti nəticəsində bütün mənfi meyllərə son qoyuldu. Vətəndaş müharibəsinə son qoyuldu. Hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu. Ölkəmizdə sabitlik yaradıldı, inkişafa başlamışdıq və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başlamışdı. Azerbaycan Cumhurbaşkanı 2. Karabağ zaferinin yarattığı yeni gerçekliği de hatırlattı. Bugün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik sülh olmayacaqdı. Biz istəsəydik istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilir. Və nə qədər onun arxasında durursunlar, bilirlər ki, bizim gücümüze karşı onların hiçbir şansı yoktu. Onlar acizdiler. Öyle güçleri var idisə, elə 20. ildə köməkləyərdilər də Ermənistana. Aliyev hem savaş alanında hem de siyasi arenada irade, profesyonellik, yüksek ahlaki değerler ve haysiyet sergilediklerini vurguladı. Bu nedenle bugün Azerbaycan'a duyulan saygı geçmişte var olan saygının belki de 10 katına çıktı diye konuştu. Bizim qədər tam mütləq bir mənalı qələbə qısa müddət ərzində qazanan ikinci ölkə olmamışdır.